Yok. Bunlar bizim üçüncü kuşlarımız. Buyur. Sen ne hazırlamışsın? İllüstrasyon hazırlamışsın. Parkın illüstrasyasıyla bu ışık o senin neşe yoluna ışık salır. Neşe yolunda yol hərəkət qaydalarını göstərir. Bu materiallardan istifadə edir. Burada deməli oduncaqdan istifadə olunur, dayanıqlı üçün, simdən istifadə olunur və plastik plastmasdan istifadə olunur. Və birinci mərhələ olaraq burada oduncağı, yəni dayanacağı götürüb, üzərində miksil vasitəsilə ağac şəklini verərək ağac düzəldir. Daha sonra isə plastmasdan olan gülləri ağaca əlavə etmişəm. Son mərhələdə isə bunları yapışdırıb, yəni bir-birinə bərkidərək üzərinə işıq əlavə etmişəm. Və daha sonra da lazım olan detalları, yəni necə deyim, görünməsi lazım olmayan detalları gizlətməyə çalışmışam bu yarpaq vasitəsindən. Daha sonra da üzərinə digər əlavə, məsələn, quş bəzəyə vermişəm, sonra yarpaqlar əlavə eləmişəm, bu qədər. O qədər yaxşı. Dedin yapışlarından istifadə etmişsən. Sən də hansı ayrı, hansı yapışlarından istifadə edə bilərsiniz? Burada mən özüm tapanca kremindən istifadə eləmişəm, yapışqanından istifadə eləmişəm, bunlar bərkitmək üçün, amma məsələn... Tekstilim var, glisirin var, PV var, B2 var, bunlardan istifadə edə bilərsiniz. İstifadə edə bilərəm. Yumru formasına gətirmişəm. Daha sonra mən gülləri belə dolamışam ki, gülləri rahat yapışdırmayım. Buradan budaqlarını birləşdirmişəm bura. Üstünə də gülləri yapışdırdım, suni gülləri. Aralarına da mumcuklardan gülləri, plastik gülləri mənim toplu formada olur. Üstündən çıxarıb yapışdırmışam. O işində necə işlərdən istifadə etmişsən? Hansı, neçə iş? Bərkitmə, materiallardan istifadə. Bəli. Məhfiz var, sim var, işıq var, plastik var, mumcuq var. Bəli, yanlış. Elçin, mən burada bir ştatif versəydi sizə. Yox, ştatif, biz də ştatif. Ölçü çok uzundur. Niye ştatif başka? Bir də ştatif götürsəydi, ondan bir də. Bu ile ştatifi de özür dilendi. Öz düzəltsə ştatif. Belə əlindən sağlayırsan verirsən, amma qayrib deyirəm. Ayakları özü saxlayıb baxın. O nədən mənə gəlir? Göstərək. Hazır işini buyur. İşini izləyə, hazır. Bak etməm olacaq.